Bu həftənin bürc proqnozu ilə qarşınızdayıq. Gəlin növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf eləyək. İyunun 23-dən 29-una qədər bütün bürclər üçün ətraflı ulduz falı. Qoç. Bu həftə qarşınıza çıxan çətinlikləri aşmaq üçün cəsarətə ehtiyacınız olacaq. Ancaq bəzi məqamlar sizi tərəddüddə qoya bilər. Hərəkət etməzdən öncə dərin düşünün və qərarlarınızın məsuliyyətini qəbul edin. Səbirlə və düşünülmüş addımlarla irəliləyin. Uğurlu günləriniz 25 və 28 iyun, uğursuz gününüz 27 iyun. Buğa. Əziz buğalar, yeni bir dövr başlayır. Ətrafınızdakilərin gözləntiləri artsa da daxili səsinizə qulaq verin. Öz yolunuzu seçin və təzyiqlərə baxmayaraq uğura pozitiv və təzə bir enerji ilə çatmağa çalışın. Uğurlu günləriniz 25 və 29 iyun, uğursuz gününüz 24 iyun. Əkizlər, bu həftə sosiallıq və yeni təcrübələrlə zəngin olacaq. Hisslərinizə fokuslanın, çünki bu dövrdə necə hiss etdiyiniz düşündüklərinizdən daha vacibdir. Axına qapılmadan irəliləyin və hər addımı məqsədlə atın. Uğurlu günləriniz 25 və 29 iyun, uğursuz gününüz 27 iyun. Xərçəng, həyatınızdakı dəyişikliklər sizi daxildən silkələyə bilər. Ancaq duyğularla deyil, daha çox məntiqlə qərarlar verməyə çalışın. Özünüzü sorğulamaq və daha dərinə enmək üçün bu həftə əla fürsətdir. Uğurlu günləriniz 24 və 28 iyun, uğursuz gününüz 23 iyun. Şir, qarşınızda bir neçə yol açılır və hər biri mühüm nəticələrə səbəb ola bilər. Düşünülmüş və məsuliyyətli qərarlar bu həftənin əsas şüarı olacaq. Emosiyalarınıza deyil, rasional yanaşmanıza güvənin. Uğurlu günləriniz 24 və 29 iyun, uğursuz gününüz 23 iyun. Qız, bu həftə bir qədər daxili qarışıqlıq və maddi məsələlərlə bağlı gərginlik yaşana bilər. Ancaq sizi xoşbəxt edən şeyləri yenidən kəşf etmək üçün əla zamandır. Həyatın musiqisini dinləyən və ona rəqs eləyən olun. Uğurlu günləriniz 24 və 29 iyun, uğursuz gününüz 23 iyun. Terezi, tarazlıq sizin üçün hər zaman önəmlidir. Bu həftə qərarlarınız həm özünüz, həm də ətrafdakılar üçün ədalətli olmalıdır. Həyatınızı estetik və harmonik bir tabloya çevirmək üçün yaxşı fürsətlər yaranacaq. Uğurlu günləriniz 24 və 29 iyun, uğursuz gününüz 23 iyun. Əqrəb, kiçik maneələr sizi yolunuzdan döndərməsin. Diqqətinizi əsas hədəflərinizə yönəldin. Sevdiyiniz bir insana verəcəyiniz dəstək həm sizi, həm də onu mənəvi baxımdan gücləndirəcək. Uğurlu günləriniz 24 və 28 iyun, uğursuz gününüz 23 iyun. Oxatan, hədəflərinizə çatmaq üçün konkret addımlar atmalısınız. Çətinliklərdən qorxmayın, çünki hər bir çətinlik sizi bir addım daha gücləndirəcək. Pozitiv qalın və hər anın sizə nə öyrətdiyini izləyin. Uğurlu günləriniz 24 və 29 iyun, uğursuz gününüz 27 iyun. Oğlaq, köhnə təcrübələrə nəzər salmaq və onlardan öyrənmək bu həftə sizə fayda verəcək. Səbirli olun və davamla irəliləyin. Uğur yolunda atdığınız hər addım sizə uzun müddətli qazanc gətirəcək. Uğurlu günləriniz 27 və 29 iyun, uğursuz gününüz 24 iyun. Dolça, yeni ideyalar və fərqli baxış bucaqları sizin üçün böyük üstünlük olacaq. İş və şəxsi planlarda sistemli yanaşma sizi uğura aparacaq. Plan qurun və ona sadiq qalın. Uğurlu günləriniz 25 və 29 iyun, uğursuz gününüz 24 iyun. Balıqlar, yaradıcılıq və özünüzə zaman ayırmaq bu həftə ön planda olmalıdır. Hobbilərinizlə məşğul olun və ruhunuzu bəsləyin. İş həyatında gərginliklər yaşana bilər, amma daxili səsiniz sizi doğru istiqamətdə yönəldəcək. Uğurlu günləriniz 25 və 28 iyun, uğursuz gününüz 29 iyun.